Xoş gördüm dostlar hər birinizi. Bugünkü müzakirə edəcəyimiz test ikinci testdir. Choose the variants where some is correct. Deməli, harada some doğru cavab kimi seçilə bilər. Baxaq. There are museums in the city. Bu şəhərdə muzeylər var. Baxın, burada some işlədə bilmərik, çünki sual cümləsidir. Sualda some işlətmirik. Ona görə bunu çıxırıq. Birincini çıxırıq. İkinci varianta baxaq. He wants apples. O almaları xoşlayır. Baxın. Burada həm cümləmiz nəqlidir, həm təsdiqdədir, həm də samı qoya bilərik. Çünki sam bilirik ki, həm sayıla bilən, həm də sayıla bilməyən isimlərlə işlənir. İkinci variant ayırırıq. Bu bizim cibimizdə. Bu doğru variantdır. Üçüncü variantda we haven't got. Baxın, we haven't inkar olduğu üçün inkarda sam işlədə bilmərik. İnkarda birlikdə nə işlənir? Any, sual cümləsində də any. Üçüncü variant ona görə səhvdir. Dördüncü variantda there are clothes on the bed. Clothes bilirik ki, elə anadan gəlmə cəmdədir. Yəni cəm forması ilə elə formadadır, cəmlənmir. Digər başqa es qəbul etmir. Yəni öz kökü forması o formadadır və cəmdə gedir. Some da bilirik ki, həm sayıla bilənlərlə işlənir, həm sayıla bilməyənlərlə işlənir. Okay, clothes da bilirik ki, sayıla bilən isimdir və cəm forması da elə qalır, cəmlənmir. Yəni ki, daha doğrusu tək forması yoxdur. Elə cəm formasındadır. Samı qoya bilərik. Yəni o 4-ə uyğun gəlir. 2 və 4 cibimizdə, 5-ə baxırıq. They have to baxın uşaqlar. Mistake, okay, sayıla bilir və es qəbul edib. Mistake bilir ki, səhv deməkdir. Es qəbul edib, əslində samı qoya bilərik ora. Bir şərtlə ki, orada to olmazdı. Yəni miqdar bildirən say olmasaydı, işlədə bilərdik. Olardı they have some mistakes. Onların bir neçə səhvləri var. Amma orada 2 yazıldığına görə cümlə məntiqi cəhətdən uyğun gəlməz. Yəni həm qrammatik cəhətdən də uyğun gəlməz. 5 də səhvdir. Doğru variantımız 2 və 4 C bəndi.